Deməli, CorelDRAW-da belə bir çalışma işləyəcəyik. Bunun üçün ilk növbədə yeni sənəd yaradırsınız. Yeni sənəd yaradan zaman mütləq bu landscape, yəni albom vərəq seçimində olsun. OK düyməsini vururam. Və daha sonra rectangle alətini seçirəm. Mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm. Təxminən bu ölçüdə. Və daha sonra pick tool alətini seçirəm. Yəni təxminən ölçü burada da göstərilib. Yəni 22-11, yəni 22-nin 11-ə. Daha 11.9, yəni 12-nin 22-yə təxminən belə bir ölçüdə çəkin. Yəni bu rəqəmlərə yaxın bir ölçüdə və daha sonra bax pick tool aləti seçili olduğu halda, yəni ola bilər obyektdən çıxmısınız, yəni bir dəfə vurub seçin və daha sonra klaviaturada rəqəm klaviaturasının yanında plus düyməsi var kopyalamaq üçün, hansı ki göstərim, yəni də olsa görsənsin. Deməli, rəqəm klaviaturasının yanında plus düyməsi var. Yəni bu obyekt seçili olduğu halda bu plus düyməsini bir dəfə basın. Bu nə edəcək? Bu kopyalayacaq. Hal-hazırda həmin bu düzbucaqlının üstündə onun kopyası var. Yəni sadəcə qırağı çəkib göstərirəm sizə. Yəni plus kopyalamaq üçün. Bunu nəysə silirəm. Deməli, seçəndən sonra plus düyməsini vurdum və daha sonra mən bunu çəkirəm. Təbii ki, çəkəndə fikir verirsiniz, bu simmetriyadan çıxır. Mouse'un sol düyməsini basıb saxlamışam hal-hazırda. Klaviaturadan shift düyməsini də basıb saxlayıram ki, bu simmetriyadan çıxmasın. Və təxminən bu ölçüdə, bu məsafədə, yəni saxlayıram. Birinci mouse'u buraxıram, sonra shift düyməsini. Və göstərim, yəni shift düyməsi budur. Və daha sonra bu cür vəziyyətdə, yəni boş hissəyə vurmadan, yəni bu seçili olduğu halda Ctrl D düyməsini basır. Eyni məsafədə onu kopyalayacaq. Yəni Ctrl düyməsini basıb saxlayırsınız, sonra D-ni basırsınız. Yəni Ctrl buraxmırsınız da, yəni Ctrl basılı vəziyyətdə D düyməsini basırsınız. Burada bəzi tələbələr belə bir şey edir, onu da göstərim. Məsələn, seçir, plus düyməsini bastıq. Yenə mouse'un sol düyməsini birinci basırıq, sonra shift düyməsini çəkir bura. Sonra boş hissəyə vurur. Sonra Ctrl D-ni basanda deyir ki, müəllim alınmadı. Əlbəttə alınmayacaq. Yəni boş hissəyə vurmaq lazım deyil. Baxın, seçirəm, plus düyməsini bastım. Mouse'un sol düyməsini basıb saxlayıram, shift'i də basıb saxlayıram, çəkirəm. Elə bax, boş hissəyə vurmadım. Bu vəziyyətdə Ctrl D-ni basıram. Eyni məsafədə onun duplikatını çıxarır. Ctrl D, yəni kopyalamanın bir yoludur. Əslində qalsa, bu CorelDRAW proqramda kopyalamanın yolları çoxdur da. Yəni, istəsəz buradan copy düyməsini basa bilərsiniz, kopyalamaq, daha sonra yapışdırmaq üçün paste və ya Ctrl C, Ctrl V-ni, hansı ki ofis proqramlarında da bu belədir, və ya klaviaturadan plus düyməsini basa bilərsiniz və ya Ctrl D-ni basa bilərsiniz. Həmçinin burada da deməli kopya əmrini sıxa bilərsiniz və daha sonra paste düyməsini basa bilərsiniz. Mən təbii ki, ən rahat üsulları deyirəm. Ən rahatı plusla kopyalayın. Plusla eləyəndə düz onun üstündə olur və siz onu çəkirsiniz və seçili vəziyyətdə Ctrl D-ni basırsınız. Daha sonra bunun üçünü də seçirəm. Yəni, mouse'un sol düyməsini basıb saxlayıram kənardan. Üçünü də seçirəm. Və bundan sonra yenə plus düyməsini basıram. Və mouse'un sol düyməsini basıb saxlayıb, shift düyməsini də basıb saxlayıb, çəkirəm bir qədər aşağı. Təxminən bu ölçüdə. Və baxın, boşluğa vurmuram. Yəni, bu seçili vəziyyətdə bir dənə də Ctrl D-ni basıram. Aydındır. Və bunların hamısını da seçirəm. Qruplaşdırıram. Qruplaşdırandan sonra, yəni bu dağılmayacaq da, yəni qrup vəziyyətində qalacaq. Və klaviaturadan P düyməsini bassam, P düyməsi, yəni obyekti belə deyək, işlədiyimiz sahənin mərkəzini gətirir. Yəni biz onu ona görə qruplaşdırdıq ki, yəni qrup şəklində ortaya gətirsin. P düyməsini basıram. Görürsünüz, obyekti
deməli sahənin mərkəzinə gətir və ya başqa məsələn tutaq ki, elə belə başqa bir şey seçim çox bucaqlı. Məsələn bu seçili olduğu halda P düyməsini basanda, yəni bunun mərkəzinə gətir, yəni izah üçün bildirim. Yəni biz qruplaşdırdıq və P düyməsini bastıq ki, sahənin mərkəzində olsun. Və bundan sonra ayrı-ayrı işləmək üçün təzədən bunu seçib, indi burada əslində qalsa qrup elədiyimiz üçün üstünə bir daha vurmamız da yetərlidir və ya siz belə də seçə bilərsiniz. İndi gəlin bunu qrupdan çıxaraq. Burada ungroup objects əmri var. Bunu basıram. Və bunları qrupdan çıxarıram ki, yəni fikir verirsiniz, onlar ayrı-ayrı olsun da. Çünki bunların hər birinin ayrı-ayrı rəng tətbiq olunub, ayrı-ayrı künclərə formalar verilib. Ona görə qrupdan çıxartmalıyıq da. Çünki qrupdan çıxarmasa ümumi qrupun kənarlarına verəcək. Təbii ki, istədiyimiz olmayacaq da, aydın məsələdir. Və bundan sonra bunu etdikdən sonra indi gəlirik bura. Məsələn, baxın, bunu ilk öncə belə izah edeyim. Ümumiyyətlə bir düzbucalı çəkək. Düzbucalı çəkən zaman pick tool basıram, çıxıram. Bu zaman bu alətə uyğun xüsusiyyətlər paneli dəyişir. Bunlar nədir? X, Y, yəni bu təsvirin çəkildiyi koordinatı göstərir. Yəni mən bu təsvir dəyişdikcə bu koordinatlar da dəyişir. Yəni müstəvi üzərində koordinatlardır. İkinci sahə ölçülərdir. Bu da həmin ölçülərin faiz şəklində, yəni artırılıb azaldılmasıdır. İndi burada bir dənə qıfıl işarəsi var. Bu qıfıl işarəsi nə olan şeydir? Tutaq ki, mən misal üçün bu ölçünü tutaq ki, mən eləyirəm 20. Mən bunu 20 eləyəndə fikir verirsiniz, yalnızca həmin, yəni baxın, bu hündürlükdür, bu n-dir. Mən n-i 20 elədim, ancaq n böyükdür. Əməliyyatı ləğv edirəm. Əgər bu qıfıl bağlı olsa, mən burada tutaq ki, 20 yazsam, eyni proporsiyada hündürlüyü də artacaq. Görürsünüz, hündürlüyü bəyək 11 idi, indi 13 oldu. Bu qıfıla görədir. Amma qıfıl açıq olanda isə, yəni biz burada rəqəm yazanda 20, ancaq bunu böyükdür, yəni eni böyükdür. Aydındır. Sonra bu nədir? Fırlanma dərəcəsidir. Məsələn, burada məsələn 45 dərəcə yazsaq, 45 dərəcə fırlanacaq. 90 yazsaq, 90 dərəcə. Eyni zamanda bunun üstünə bir daha vurub, yəni bu formada da döndərə bilərik. Əgər 0 yazsaq, əvvəlki vəziyyətinə qayıdacaq. Və əsas məsələyə keçək. Bundan burada əks elətdirmə var, üfüqü və şaquli. Bu təbii ki, gələcəkdə praktiki çalışmalar zamanı izah edəcəm bunları. Hələlik bunun üstündən keçək və əsas çalışmamızda lazım olan hissəyə gələk. Deməli, bu künclərin dəyişdirilməsidir. Yəni, künc dəyirmi formada, küncün çökək formada, yəni bu qabarıq formadır, bu çökək formadır. Yəni, bu çölə, bu içə dəyirmidir, bu isə kəsik formada, düz formada etməkdir. Məsələn, mən burada hal-hazırda zaten bu seçilidir. Sadəcə burada ölçülər verilməyib. Məsələn, mən burada qıfıl bağlı olanda hər tərəfə aid olacaq. Məsələn, mən burada 10 yazsam, fikir verirsiniz, misal üçün 10 yazdım, görürsünüz, 4 tərəfi də 10 oldu da, yəni qıfıl açıq olanda yəni bir tərəf olur, yəni yazdığımız hissə. Bu sol yuxarıdır, bu sol aşağıdır, bu yuxarı sağdır, bu aşağı sağdır. İndi məsələn bunu seçsək, fikir verirsiniz, məsələn bu qabarıqdır, bu isə nədir? Çökəkdir. Bu isə düz xətt formasını deyilir buna. İndi gəlin praktiki çalışmada tətbiq edək. Məsələn, burada fikir verirsiniz, hər tərəfdən dəyirmidir. Mən deməli nə edəcəm? Gəlin daha rahat olsun deyə bunu bu formada eləyim. Deməli seçirəm qabarıq forma aktiv olduğu vəziyyətdə. Gəlin burada
ölçülər yazaq. İndi bu hissə sizdə, yəni bundan sonra görsənəcək. İndi mən ekranı kiçiltmişəm deyənə aşağıda görsənir. Qıfılı bağlı saxlayıram çünki hər tərəfdən eynidir. Məsəl üçün gəlin özümüzdən ölçü verək. Onu yazaq. 10 biraz çox oldu. 8 yazıram. 8 də biraz çox oldu. Məsələn 5. İndi ixtiyarı verəcək sizdə, yəni təsvirünüzə uyğun. 2 mm verək. 2 mm biraz uyğun gəldi. 3 mm verək təxminən. Rənglərə etməyəcəm, zaten bilirsiniz. Sonra digərinə keçirəm. Digərində də yenə deməli çökək formanı seçirəm və yenə eyni ölçülər verirəm. 3 verirəm. Çökəyi seçək, yenidən seçməmişdik. Digərində isə kəsik formanı seçirəm və burada da yenə eyni ölçünü verirəm. Bir qədər o biraz şey oldu. Ölçüsünü bəlkə də biraz az versək daha yaxşı olar. Dəqiqə 3 yazaq, enter vuraq. Çox olmuşdu. Səhv oldu, yəni 3 mm. Rəqəm təmiz silib yazmaq lazımdır. Və daha sonra keçirəm bu hissəyə. Burada fikir hissəsi yuxarı solda və aşağı sağdadır. Və qabarıqdır. Zaten qabarıq seçilidir. Burada tutaq ki, buraya verirəm 3. Qıfılı mütləq açmaq lazımdır. Əməliyyatı ləğv edirəm. Qıfılı əvvəlcədən açmaq lazımdır. Sonra buraya 3 yazıram. Bir də aşağıya 3 yazıram. Bu formada. Eyni zamanda bəzilərini ötürəm, digərlərini üz-üz eləyəcəksiniz. Məsələn, tutaq ki, bunu eləmək istəyirəm. Seçəcəm bunu. Görürsünüz, bu çökəkdir. Gələm buradan çökəyi seçirəm. Və buradan burada görürsünüz, sol, aşağı və yuxarı sağdır. Bizə sol, aşağı burada 3. Enter. Bir də yuxarı sağ 3. Enter. Klaviaturada enter düyməsini mütləq basın, yəni bunları edəndən sonra. Bu formada, yəni bunları da seçəcəksiniz. Tutaq ki, burada düzdürsə, düzü seçib sonra girib burada məsələn görürsünüz, yuxarı solda, yəni bu hissədə yazacaqsınız. Bir də aşağı sağ, məsələn bu hissədə yazacaqsınız. Belə. Sonra da rəngləri də seçəcəksiniz. Sonra bir anda option bu hissəni də seçib buna da bir ölçü vermək lazımdır ki, biraz daha yaxşı əks olunsun. 1 çoxdur. 0.75 də çoxdur. 0.5 biraz normaldır. Yəni indi sizdə çəkdiyiniz ölçüyə uyğun bunları da verərsiniz. Rənglərdəki zaten bilirsiniz də, yəni iç rəngi vermək üçün mouse'un sol düyməsini, kənar rəngi vermək üçün isə mouse'un sağ düyməsini vurmaq lazım. İndi bu çalışmada düzdür, kənarlar hamısı qara rəngdir. İstəsəniz özünüz fərqli rənglər verə bilərsiniz.